Herkese salam dostlar. Bu gün PyTorch haqqında sizə məlumat verəcəm. Burada necə pul qazanırlar, hamısını sizə bir-bir başa salacağım. Necə, neyi necə eləmək lazımdır. Deməli, bu proqrama əsasən qeyd olmaq üçün sizə başa salacağım mən burada. Deməli, linki qoyacağım sizin üçün. Linkdən keçərsiniz. PyTorch proqrama daxil olarsınız. Adınızı qeyd edərsiniz. Gümanla qeydiyyatdan keçmək olur. Siz də tövsiyə gördüyünüz kişiyə əgər oradan qazana bilərsə pul, sizə də kişi başına $10 gələcək. İstəyənə buyurub gələ bilər. Deməli, burada necə pul qazanırlar? Mən burada əsas pul qazandığım gördüyünüz kimi dünən bugün $1.2 mikro görevlərdən 12 sent bu videolardan 3 sentdəki oyunlardan qazanmışam. Onları necə qazanmışam sizə göstərəcəm. Deməli, bu əsas ana səhifədir. Buradan pul çəkmək, banka hesabımı özüm qeyd eləmişəm. $20 olduğunda çıxarta biləcəksiniz. Mən bu pulu 2 gündə yığmışam. Siz də oynasanız yığa bilərsiniz. Gündə 15-20 dəqiqə vaxt ayırmışam. Bütün gün dursaq oynamağa, bu proqram məşğul olsaq yığıb qazanc əldə etmək olar. Necə buradan necə pul çıxartırıq? Deməli, oyunlardır. Burada girirsiniz saytların içinə. Orada cürbəcür oyunlar olur. Mənim də əsl oynadığım oyun var. Onu göstərim sizə. Bu Low Water oyunun özü təqdim etdiyi oyundur. Yəni ki, buraya girib pul qazanıram. Burada oynaya ora pul gəlir. Sadəcə burada bilirsiniz oyun nədən ibarətdir. Bunları udmaq. Cəmisi ki, buranı tamamlayandan sonra orada bizə pul gəlir. Oyunun şərtləri var. Siz də maraqlanaraq buradan oyuna pul qazana bilərsiniz. Oyunlar çox sadədir, qəşəngdir. Anket dolduraraq, video izləyərək, məsəl üçün burada məbləğimizə baxaq biz. Ana səhifə. Deməli 2.27 sent. Deməli 10 puan 1 sentdir. Yəni girək bir video izləyək. Açılsın videomuzu izləyək. Ekransını açılınca göstərək. Neyse videonu izləyirik burada. Qoy videonu izləyək, qutaraq. Bizə nə qədər məbləğ. Çox asandır. Siz də istəsəniz pul qazana bilərsiniz. Çox asandır. Reklam çox çəkir. Arada əldə başqa saytlar girir. İndi gələcək. X gələcək, çıxacaq. Reklam izləyir, pul qazanırıq. Çox qəşəngdir, sadədir. Gəlin şimdi keçirik. Yenə gəldi, yenə keçirik. Və bizə 6 puan aldıq. Gəl bir çox video izləyəndə puan düşür. Deməli, mən əvvəldə 4 puanım olduğuna görə 1 sent gəldi. Video qəşəngdir, rahat pul qazanmaq olur. Oyunları da başa salmışsınız və ən asandır da bu, ən yaxşısı da bu da mikro görevlərdir. Mikro görevləri demək, edildiyimi deyim sizə. 65 sent Instagram hesabınızı boş sadə bir dənə video açıqlayırsınız ki, PyTorch haqqında necə pul qazanmaq olar. 20 saniyəlik 65 sent verdi. Buradakı qısa videolar izləyirsiniz, 10 sent verir. Video izləyirsiniz, pul verir. Nəsə anket yazırsınız, pul verir. Çox qəşəngdir. Yəni ki, pul qazanmaq istəyirsiniz, bu proqramı işlədin. Əla, söz yox. Bu görevləri edəcəm. İndi isə bu görevin YouTube'da 5 dəqiqə video çəkərək 75 sənin qazandığımdır. İndi bu videonu çəkib paylaşandan sonra həm PyTorch'ı tanıdıram, həm də ki özüm də pul qazanıram. Çox səhifəlidir. Girib sizə də tövsiyə görürəm. Proqramda bunlar da var. Prosta ki, mən əsas oyun oynayıram, video izləyirəm və mikro görevləri edirəm. Bunları qurtardıqdan sonra başqa şeylər keçəcəm. Deməli, başlayalım. Deməli, 5 səviyyəyəm, 6 səviyyə keçəcəm. Deməli, statistiklərim bunlardır. Yəni ki, yaxşıdır, göstərir burada qazancımı. Təcrübələrim dadım. Hamısına tövsiyə qoyuram.
necə Prize World pul qazanmaq olduğunu sizə başa saldım. Sağ olun, salamat qalın.